Sabahınız xeyir olsun. Gün orta da olsa səhər deyirəm. Bilin sabahınız xeyir olsun. Mehriban xanım, prezidentimiz cənab İlham Əliyev, qazilərimiz, veteranlarımız, şəhidlərə Allah rəhmət eləsin. Onların analarına can sağlığı versin. Qəbirləri nurla dolsun. Üzümüzə gələn Ramazan bayramına görə sizi təbrik eləyirəm qabaqcadan. Ona görə ki, insan bilmir, çıxır bayrağa, bilmir necə olacaq. Həmişə çıxanda deyirəm, ya Məhəmməd, ya Əli. Bilmək olmur da, cavana, qocaya, yaşlıya bilinmir. Ona görə qabaqcadan təbrik eləyirəm. Neçə belə bayramlara çıxasınız, can sağlığı, möminlərimizə, alimlərimizə, sonra xaricdə yaşayan vətəndaşlarımıza, Rusiyaya gedib, ailələrini qoyub pul qazananlara, sonra Dağıstanda olan Azərbaycanlılarımıza, hamısına can sağlığı, uzun ömür arzulayıram. İşləri hamısı yaxşı olsun, yollarımız açılsın. Niyə görə deyirəm yollarımız açılsın? Mən özüm bilirəm ki, Çexoslovakiyaya gedəndə poyezdla getmişdik, getdik. Elə Moskvaya da gedəndə elə yolda ağladım. Dedilər, niyə ağlayırsan? Orada bizi ilə turistik getmişdim. Dedim, uşaqlarımı, ailəmi istəyirəm. Bilirəm ki, indi cəmaət ailəsini qoyub, atasını, anasını pul qazanmağa gedib, ya neysə işlə əlaqədar gediblər. Ona görə vətənsiz insan pis olur, qəriblikdir. Ona görə mən bu sözləri deyirəm. Deyirəm, yollarımız açılsın, gəlsinlər. Elə gedib Çexoslovakiyaya gedəndən sonra Çexoslovakiyaya gedib qayıtanda, Biləcəriyə çatanda, Biləcərdə hamımız muzika qoyduq, oynadıq, sevindik ki, bizi elə bil ki, nəfəs aldıq, öz vətənimizə gəldik. Ona görə deyirəm, Allah sizə can sağlığı versin. Neçə belə bayramlara çıxarsınız, uzun ömür, can sağlığı. Mən salona gəlmişəm burada. Sabah qəbul gedəcəm. Ona görə təmizlik yaxşı şeydir. Buradakı mənim ustamı, ümidimi, sonra xanımımız, qızımızı, qəşəng, başı bağlı qızımızı və buranın müdirini, çox bunlar qonaqpərvərdirlər. Hər şeydə hörmət eləyirlər insana. Gələn kimi qabaqlı çay, kofə, yaxşı qulluq eləyirlər. Can sağlığı, uzun ömür. Nə deyim sizə? Ürəyinizdə nə arzular var, hamısı yerinə yetirilsin. Öpürəm hamımızı, TikTok'dakiləri də, YouTube'dakiləri də, kim mənə baxır, tanışlarımı, hamısını. Sağ olun.